Salam hörmətli izləyicilər. Sizi yeni layihəmiz olan Hüquq sizinlə verilişi ilə salamlayırıq. Bu layihəmizdə sizə maraqlı olan qanunvericiliklə bağlı sualları Vəkillər Kollegiyasının üzvü vəkil Dədəki Vəlizadə ilə cavablamağa çalışacağıq. Xoş gəlmisiniz Dədəki bəy. Xoş gördük. Qısa olaraq özünüzlə bağlı izləyicilərimizə məlumat verə bilərsinizmi? Adım Dədəki Vəlizadə, Mirzəyev və Partnyorlar Vəkil Bürosunun vəkiliyəm, Vəkillər Kollegiyasının üzvüyəm. Təşəkkür edirik. Bugünkü mövzumuz aktual mövzulardan olan ailə, nikah, aliment və s. ilə bağlıdır. Hazırsınızsa başlayaq. Hazıram. Dədəki bəy, qanunvericilikdə nikah dedikdə nə nəzərdə tutulur? Nikah əslində bu bəsit məsələ kimi görünsə də, dövlətin, yəni qanunvericiliyin bu nikah anlayışı ilə məsələyə münasibətini özündə etibar edir. Qanunvericilikdə nikaha belə bir anlayış verilir ki, nikah ər-arvad arasında bağlanan qeyri-müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqdır. Belə bir nəticəyə gəlmək olar ki, nikah məcburi ola bilməz və könüllüdür. Demək, burada xəyanət və digər məsələlərin əslində məhkəmə araşdırması zamanı xüsusi sübuta yetirilməsinə ehtiyac yoxdur və tərəflər səbəbindən asılı olmayaraq hətta səbəbsiz yerə belə nikaha xitam verə bilərlər. Yəni qısa desək, nikah könüllü ittifaqdır. Dədəki bəy, bu nikahın bağlanması ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudiyyətlər mövcuddurmu? Məhdudiyyət mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsində nikahın yaşı məsələsi öz yerini tutur. Bu nikahı Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən nikah 18 yaşına çatmış anlaqlı fiziki şəxslər arasında bağlanıla bilər. Bundan başqa yaxın qohumlar arasında ögey ata, ögey övlad arasında və yeni dəyişikliyə əsasən xala qızı, xala oğlu, əmi qızı, əmi oğlu və bu kimi şəxslər arasında nikahın bağlanması qanunla qadağan edilir. Bundan başqa fəaliyyət qabiliyyəti mütləq qaydada şəxsin fəaliyyət qabiliyyəti olmalıdır. Əlavə olaraq da onlar qanunvericiliyə yazılmış qaydada tibbi müayinədən keçmələri barədə sənədi müvafiq icra hakimiyyəti orqanı, yəni qeydiyyat şöbəsinə təqdim etməlidirlər. İzləyicimizə maraqlıdır ki, bu boşanma yalnız məhkəmə yolu ilə olur, yoxsa başqa yol varmı? Təcrübədə yanlış bilinən məsələlərdən biridir ki, ancaq boşanma məhkəmə qaydasında ola bilər, amma Azərbaycan Respublikası Ailə Məcəlləsində nikahın qeydiyyat şöbəsi tərəfindən xitam verilməsi əsasları göstərilmişdir. Bir qayda olaraq bunun üçün şəxsin yetkinlik yaşına çatmayan övladı olmalıdır, övladı olmamalı, yəni yetkinlik yaşına çatmış olmalıdır və ümumiyyətlə övladı olmamalıdır ki, o qeydiyyat şöbəsində nikahına xitam verə bilsin, amma uşağın olub-olmamasından asılı olmayaraq, əgər ər və ya arvad ərə münasibətdə arvad, arvada münasibətdə ər itkin düşmüşdürsə və ya fəaliyyət qabiliyyəti olmayan elan edilmişdirsə, o halda da nikah qeydiyyat şöbəsində nikaha xitam verilə bilər. Qanunla hər hansı boşanma hüququ məhdudlaşdırıla bilərmi? Qeyd etdiyim kimi nikah könüllü ittifaqdır, ancaq bəzi səbəblərdən, başa düşülən səbəbdən, daha doğrusu qanun buna məhdudiyyət qoymuşdur. Bu səbəb qadının, yəni arvadın hamilə olması, uşağın doğumundan bir il ərzində ər ona qarşı məhkəmədə boşanma var deyə qaldıra bilməz, amma əksi mümkündür. Yəni arvad hamilə olsa belə ərə qarşı nikahın pozulması var deyə qaldırıla bilər. Konstitusiya məhkəməsi tərəfindən əlavə olaraq bunu da qeyd etməliyəm ki, Konstitusiya məhkəməsi tərəfindən belə bir hüquqi mövqe formalaşdırıldı ki, hətta burada uşağın ölü doğulması halı da qanun şamil edilir. Yəni əvvəlki təcrübələrdə bəzi məhkəmə işlərində uşaq ölü doğulduğu halda ərin arvada qarşı nikahın pozulması barədə işləri məhkəmə icraatına qəbul edilib baxılırdı, amma Konstitusiya məhkəməsinin son formalaşdırdığı hüquqi mövqe bunu qadağan edildi. Nikahın uşağın ölü doğulub-doğulmamasından asılı olmayaraq uşağın doğumundan bir il ərzində qadına qarşı nikahın pozulması ilə məhkəməyə müraciət etmək mümkün deyil. Hansı hallarda nikaha müvafiq icra hakimiyyəti orqanı da xitam verilə bilər? Qeyd etdiyim kimi bu hallar qanunla şəxslərin birgə ərizəsi əsasında, belə deyək, yetkin yaşına çatmayan uşaqları yoxdursa, onların birgə ərizəsi əsasındadır. Lakin onlardan biri buna razı olmadığı təqdirdə və ya bunun belə deyək, bir tərəf digər tərəfi süründürməçiliyə yol versə və ya müvafiq icra hakimiyyəti orqanı, yəni qeydiyyat şöbəsinə yaxınlaşsa, sonradan imtina etdiyi hallardan başqa hər ikisinin könüllü razılığı uşaq yoxdur, yaxınlaşıb birgə ərizə ilə müraciət edirlər qeydiyyat şöbəsinə və qeydiyyat şöbəsi onların nikahından xitam verilməsi barədə qərar qəbul edir və bunun üçün buna müvafiq olaraq da nikah xitam verilməsi barədə şəhadətnamə şəxslərə təqdim olunur. Bəs məhkəmə qaydasında boşanmanın mütləq olduğu hallar hansılardır? Qeyd etdiyim kimi, məhkəmə qaydasında mütləq qaydada
uşaq mövcud varsa, mütləq qaydada bu məhkəmə qaydasında olmalıdır, istisnalar mövcuddur. Bunun da əslində səbəbləri var ki, uşağın mənafeyinin üstünlüyü məsələsidir. Ki bu da şəxslər arasında alimentin bəziləri elə bilir ki, aliment hüquqdur, lakin daha doğrusu qadının hüququdur. Əslində aliment uşağın hüququdur. Bu baxımdan da məhkəmə qanunverici bu cür norma müəyyən edib ki, məhkəmə hətta tərəflər istəməsə belə alimentdən qadın imtina etsə belə məhkəmə tərəfindən aliment müəyyən edilə bilər. Bu baxımdan da uşaq varsa qanunverici istisnavi hallardan başqa məhkəmədə nikahın pozulması barədə düzünə göstəriş, imperativ göstəriş müəyyən etmişdir. Bu aliment mövzusuna da toxunacağıq, amma əvvəlcə başqa bir sualım da var ki, bu barışıq müddəti kimi bilinən 3 aylıq müddət bütün hallarda verilir. Bütün hallarda verilmir. Tərəflərdən ən azı birinin boşanmaqdan imtina etməsi imtina etməlidir və boşanmaq istəməməlidir və ya məhkəmə üçün təcrübədə belə formalaşıb ki, məhkəmə üçün onun boşanmaq istəyib istəməməsi qeyri-müəyyən olduğu hallarda məhkəmə 3 aylıq müddəti müəyyən edir. Çox tərəflər bunu istəməsə də təcrübəmdə olub ki, tərəf bunu istəmir, amma 3 aylıq müddətdə tərəflərin barışması halı mövcuddur ki, bunun üçün də onlar birgə qaydada iddiaçı iddiadan imtina edə bilər və ya birgə qaydada onlar boşanmaq istəməmələrini məhkəməyə bildirsələr, məhkəmə icraata xitam verilir və onlar boşanmamış hesab olunurlar, barışmış hesab olunurlar. Dedəki bəy, bayaqdan danışırıq məsələn məhkəmə barədə. Maraqlı suallardan biri də budur ki, məhkəmədə boşanma prosesi maksimum nə qədər müddət davam edir? Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində ümumiyyətlə işlərə baxılması 4 ay, əlavə hallarda isə 2 ay, yəni 6 aylıq müddət müəyyən olmuşdur. Hazırlıq filan belə deyək, 6 aylıq müddət müəyyən olmuşdur, amma boşanma 3 aylıq müddət verilə bilər. Bu 6 aydan belə deyim, müddət arta bilər. Adətən təcrübədə 3-4 ay boşanma üçün kifayət edir. 3 aylıq müddət olmadan. 3 aylıq müddət olduqda isə əlavə olaraq onun üzərinə gəlir. Amma alimentlə bağlı məsələlər aliment işlərinə 2 ay müddətinə baxılmalıdır. Bundan başqa alimentdə bunu da nəzərə almaq lazımdır ki, alimentlə bağlı məhkəmədən əvvəl müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə də verilə bilər ki, bu da qısa olaraq belə deyək, arada bunu deməliyəm. Müddətə o da ki, məhkəmədə müvəqqəti təminat tədbiri barədə ərizə verilə bilər ki, bu da məhkəmə bitənə qədər o alimentin təyin olunmasının əsasıdır. Amma hər bir halda müddətlə bağlı dediyim kimi 6 aya qədər maksimum 1-ci instansiya məhkəməsində məsələ öz həllini tapmalıdır. Bu bayaq danışdıq, bayaq vurğuladınız siz bunu. Boşanma dedikdə şübhəsiz ki, aliment yada düşür. Maraqlıdır. Aliment nədir? Alimentin ödənilməsini istisna edən hallar varmı? Bununla bağlı məlumat versəniz sevinərik. Aliment sözünün hərfi mənası qida deməkdir. Yəni uşağın saxlanma xərcidir. Alimentlə bağlı yanlış təsəvvür ondan ibarətdir ki, yaşayış minimumu uşaq üçün yaşayış minimumu aliment minimumdur. Əslində deyil. Aliment yaşayış minimumu uşağın minimum qida rasionu və ya minimum paltar, geyim və s. özündə ehtiva edən kompleksdir ki, bu bir uşağı saxlamaq üçün əslində statistik rəqəmlərə uyğun olaraq hazırlanmış məbləğdir. Lakin təcrübə formadadır ki, bu aliment təyin olunarkən uşaqların hüquqları müdafiəsi haqqında qanunda göstərir ki, uşağın yaşayış minimumundan az olmayaraq təminat hüququ var. Buna uyğun olaraq da həmin o məbləğ əsas götürülməklə aliment təyin olunur. Alimentin əmək haqqına nisbətdə də təyini qanunvericilikdə göstərilmişdir ki, bu əmək haqqı və gəlirlərdən uşaq sayına münasib olaraq da tutulmadır. Alimentlə bağlı qanunda bir şey bilmək lazımdır ki, aliment çox insan elə bilir ki, yəni bu təcrübədə bu formadadır ki, işləmədikdə alimenti ödəməkdən ödəməyə bilər və ya uşaqdan imtina etdikdə alimenti ödəməyə bilər. Bilinməlidir ki, aliment hər bir halda ödənilməlidir. Yəni bu şəxsi xarakterdir. Vərəsəlik qaydasında keçmir ata üçün, amma mütləq qaydada aliment ödənilməlidir və ödənilməsi barədə icra sənədinin icra edilməməsi inzibati xətalar məcəlləsinə müvafiq olaraq inzibati və cinayət məsuliyyətinin nəticədə yaranmasına səbəb ola bilər və şəxsin işləməməsi onun aliment ödənməkdən imtina etməsinə və ya alimentdən boyun qaçırmasına əsas hesab oluna bilməz. Onunla bağlı suallarımız var idi. Bizi qabaqladınız siz, Dədəki bəy. Amma yenə də mən bir neçə sualı verim, daha olsun. Alimenti mütləq kişi ödəməlidir. Qadın aliment ödəyə bilərmi? Bilinməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində kişi və qadın hüquqlarının bərabərliyi göstərmişdir. Ər və arvadın hüquqlarının eyniyi göstərmişdir. Yəni bilinməlidir ki, qanunda uşağın üstün mənafeləri xaricində bərabərlik prinsipi pozulmur. Yəni uşağın yaşına münasibətdə məsələn 7 yaşına çatmış uşağın fikrinin soruşulmaqla, 10 yaşına çatmış uşağın fikrinin nəzərə alınmaqla uşağın kimin yanında qalması məsələsinə baxılır. Təcrübə
təcrübədə uşağın atanın yanına verilməsi də halları mövcuddur. Yəni bu halda qadın aliment ödəməlidirmi? Qanunvericilikdə qadağan edilmir və təcrübədə də bu var. Yəni alimenti kimin ödənməsi qanunda birbaşa düz belə deyim, nəzərdə tutulmamışdır. Ona görə də qadın da aliment ödəyə bilər. Bəs qazancı, işi olmayanların aliment ödəməkdən azad olunurmu? Onların aliment məsələsi necə həll olunur? Dediyim kimi, qazancın olmamağı, işin olmamağı aliment ödəməkdən imtina etmək üçün əsas hesab edilmir və işi olmayanlarda, qazancı olmayanlarda mütləq qaydada aliment öhdəliyini yerinə yetirməlidir. Alimenti ödəməkdən qəsdən yayınma və icra məmurunun bu yöndə tələbini icra etməməyə görə inzibati məsuliyyət və məhkəmə qərarını bu yöndə mövcud olan məhkəmə qərarını icra etməməyə görə isə cinayət məsuliyyəti məbləğindən asılı olmayaraq cinayət məsuliyyəti yaradan əməl hesab edilir. Bu da sözsüz ki, uşağın Azərbaycan Respublikası Konstitusiyasında göstərilən, uşaqların hüquqlarının müdafiəsi haqqında qanunda göstərilən uşağın üstün mənafelərinin müdafiəsi məqsədi ilə bu cür sərt qayda müəyyən edilmişdir ki, bu da başa düşüləndir. 18 yaşına çatmış uşağa görə aliment tələb edilə bilərmi? Və aliment öhdəliklərinə xitam verilməsi ilə bağlı məlumatlandırsanız bizi. Bilinməlidir ki, ümumiyyətlə ailə məcəlləsində aliment təkcə ər-arvadın və ya uşağın saxlanma öhdəliyi kimi müəyyən edilməmişdir. Çünki Azərbaycan Respublikası Konstitusiyasında da göstərir ki, ehtiyacı olanlara yardım etmək onların yaxın qohumlarının ilkin olaraq vəzifəsidir. Bu kontekstdə Azərbaycan Respublikası ailə məcəlləsində ərin keçmiş arvadını, arvadın keçmiş ərini, uşaqların öz valideynlərini, valideynlərin yetkin yaşına çatmış övladlarını, babanın nəvəni, nəvənin babanı və bu qardaşların bir-birlərini, yəni saxlama öhdəliyi kimi qanunvericilikdə qaydalar müəyyən edilmişdir. Yəni aliment təkcə o mütləq qaydada uşağa tutulan məbləğ kimi qanunvericilikdə qiymətləndirilmir. Bu baxımdan yetkinlik yaşına çatmış, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxsi də onların valideynlərinin saxlamağı borclu olması Azərbaycan Respublikası Ailə Məcəlləsində qeyd edilmişdir və bu hüquq mövcuddur. O ki qaldı alimentə xitam verilməsi. Alimentə xitam verilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsində qeyd edilmişdir. Bu, məsələn, aliment alan və ya aliment verən şəxsin ölümü, aliment alan şəxsin yetkinlik yaşına çatması, aliment alan şəxsin, məsələn, özünün vəfatı da ola bilər, alimentə xitam verilməsi əsası kimi göstərilə bilər və bunun kimi, məsələn, emansipasiya Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilir. Emansipasiya olunduqda, yəni yetkinlik yaşına çatmış şəxs vaxtına və fəaliyyət qabiliyyəti əldə etdikdə, bu halda da alimentə xitam verilə bilər. Alimentə xitam verilməsi əsası kimi çıxış edə bilər. Təşəkkür edirik Dədəkçi bəy. Bugün sizinlə aktual mövzulardan olan ailə məcəlləsi barədə danışdıq. Ümid edirik izləyicilərimiz üçün maraqlı oldu və bir çox suallarına cavab tapa bildilər. Əziz izləyicilər, cavablanmasını istədiyiniz sualları və bizim danışmağımızı istədiyiniz mövzuları rəylər bölməsində yaza bilərsiniz. Növbəti verilişlərdə görüşənədək sağlıqla qalın.